Roma şəhəri İtaliyada sanki iki rol oynayır. O həm Cənubi İtaliyanın paytaxtıdır, həm bütün İtaliya paytaxtı. Və əgər Cənubi İtalyanlara qarşı olan gizli antipatiya onların paytaxtına da gedib çıxırsa, ölkə paytaxtı kimi Roma şəhəri hər bir İtaliyalı üçün müqəddəsdir. Müqəddəs tarix, müqəddəs imperiya və əbədi Roma. Əgər Venesiya, Verona, Florensiya ölkənin qeyri-rəsmi, içərdən gələn həyatıdırsa, Roma şəhəri bunlarla yanaşı həm də ölkənin rəsmi həyatıdır. Yox, onu görürük yox ki, müasir İtaliyanın paytaxtı olan Romada parlament və nazirlər kabineti yerləşir. Ona görə ki, qədim imperiyanın, qədim xalqın, qədim tarixi məhz elə Roma ilə bağlıdır. Roma hər bir İtaliyalı üçün və ümumiyyətlə hər bir insan üçün ilk növbədə Kolizey, Vatikan və Julius Caesar deməkdir. Romanı gördüyüm şəhərlər sırasında mən yalnız Afina ilə müqayisə edə bilərəm. Hüdudu görsənməyən tarix, qədim sütunlar və dağıntılar. Biri Roma imperiyasının paytaxtı, o birisi qədim Yunanistanın. Amma Afina nəyə görəsə ürəyimə yatmamışdı. Bunu mən orada keçirilən olimpiyada ilə bağlayıram. Olimpiya oyunlarına 2004-cü ildə Afina hazırlıqsız görsənirdi. Hər halda mənə elə görsəndi. Elə bu əhval-ruhiyyə ümumiyyətlə Afina şəhərinə münasibətimi formalaşdırdı. Həm də Yunanlılar bütövlükdə mənim simpatiyamı qazana bilməmişdilər. Hərçənd ki, Afinanın qədim abidələri həqiqətən də heyrətamiz hisslər bəxş edirdi. Romanı isə mən dərhal sevdim. Quante cose ho visto, quante cose ho salutato, quante ne ho ritrovate qua. Son partito da lontano, con un viaggio nella mano, solo andata per chissà quale città, solo andata con chissà quale metà. Roma şəhərinin sözsüz simvollarından biri Kolizeydir. Daha doğrusu biri yox, ən məşhur simvolu. İmperator Flavinin amfiteatrı kimi tanınan tamaşaçılar səhnəsinin tikintisi bizim eradan əvvəl 72-ci ildə başlamışdı. Təsəvvür edirsiniz, 2000 ilə yaxın olan tarix. Kolizey o vaxtlar möhtəşəm turnirlərin, möhtəşəm yarışların arenası idi. Burada pəhlivanlarla vəhşi heyvanlar vuruşurdular, burada qladiatorlar amansız döyüşlərə çıxırdılar. Və 50 minlik auditoriya onları qəddar olmağa çağırırdı. Kolizey həqiqətən də İtalyanlar üçün müqəddəs bir yerdir. Hətta zəlzələlər də onu sarsılda bilməmişdilər. Hərçənd ki, zahirən görsənən yaraları vurmağa müvəffəq olmuşdular. Və 1750-ci ildə Kolizeyə rəsmi olaraq müqəddəs yer statusu verilir. Bugün Kolizey qonaqlarının sayı 50 minlərlə yox, milyonlarla ölçülür. Qədim qladiatorları isə müasir biznesmenlər əvəz edirlər. Butafor libaslar geyinmiş yeni qladiatorlarla şəkil çəkdirmək 5-10 avroya başa gəlir. Yeri gəlmişkən, qədim yerin gənc tarixçəsindən danışım. SSR dağılandan sonra Ukraynadan gələn bir kriminal qrup bu biznesi ələ keçirtmək istədi. Öz adamlarını həmin paltarlara geyindirib Kolizeyin ətraflarına yerləşdirdi. Lakin üstündən heç 1-2 gün keçməmiş həmin adamların bir neçəsi öldürüldü. Kimi bıçaqla vurdular, kimi qladiator qılıncı ilə, kimi isə müasir tapanca ilə. Bu biznes elə-belə biznes deyil. Bu biznesə lisenziya almaqla, vergilər ödəməklə qatılmaq mümkün deyil. Qladiator libasında pul qazanmaq üçün gərək lazımı ailədə doğulasan. Babası da bu işlə məşğul olub, atası da, uşağı da yoldan dönməyəcək. Ailə biznesi isə İtaliyada toxunulmazdır. Roma şəhəri İtaliyanın paytaxtı kimi bəlkə də kimin üçünsə o qədər də əziz deyil.
Şəhərdir də kiminsə xoşuna gələ bilər, kiminsə yox. Kimi İtaliyanı sevmir, kimi İtalyanları. Amma bütün katolik dünyasının mərkəzi kimi Roma şəhəri sözsüz ki, hər bir dindar adam üçün əziz və müqəddəsdir. Lakin yalnız dindarlar üçün yox. Vatikanı görmək arzusu ilə Romaya gələnlərin sıralarında Allahsızların sayı da az deyil. Vatikan şəhərin içində yerləşən bir dövlətdir. Bəli, dövlət, müstəqil və hətta dünyada ən qüdrətli. Ordusu və silahı ilə yox, dini nüfuzu ilə. Vatikan həqiqətən də ayrıca bir dövlətdir. Bütün hüquqi rəsmiyyətləri və atributikası ilə. Katolik dünyasının ürəyi dünyada ən balaca dövlətdir. Əhalisi 1000 nəfər, sahəsi isə 1 kvadrat kilometr. Öz konstitusiyası, öz bayrağı, öz universiteti, öz qazeti, öz bankı və dünyada ən güclü və 36 dildə efirə çıxan radiostansiyası. Bir də öz valyutası. Amma Vatikan lirası adlanan bu pulu əldə filanda görmək asan deyil. O daha çox bank əməliyyatları və suvenir rolunu oynamaq üçün işlənilir. Lakin ən əsası bu deyil. Vatikan bütün vergilərdən əbədi olaraq azaddır. Hansı vergilərdən soruşa bilərsiniz? Vatikan ki müstəqil dövlətdir, kimə vergi verməlidir? Düzdür, Vatikan müstəqildir, amma bu müstəqillik yalnız rəsmi və hüquqi xarakter daşıyır. Balaca bir məhəllə böyük şəhərin bütün həyatından qidalanır. Nəqliyyatı yox, enerjisi yox, dövlətin yaşaması üçün heç bir iqtisadi infrastrukturu yox. Nə zavodu, nə fabriki, nə ordusu. 1000 nəfərə nə ordu? Ona görə gündəlik və məişət həyatda Vatikan bütövlükdə Roma şəhərinin kommunal sistemindən asılıdır. Suyu kəssələr, gərək keşişlər yuyunmaq üçün qonşu İtaliya dövlətinə bir addım atsınlar. Və bütün bu xidmətləri İtaliya dövləti Vatikana təmənnasız edir. Heç işıq pulu da almır. Bu səbəbdən də Vatikan dünyanın ən zəngin dövlətlərindən biridir. Katolik kilsənin mülklərinin qiymətini isə ümumiyyətlə hesablamaq mümkün deyil. Onun torpaq sahələri, onun möhtəşəm sarayları bütün dünyaya səfələniblər. Vatikan həmişə müstəqil olmayıb. Ümumiyyətlə Papa ilə hökumətin münasibətləri əksər zamanlarda gərgin olub. Ona görə Vatikan öz müstəqilliyini asanlıqla əldə etməyib. Bir Papa mülki kimi İtaliyada torpaqları ilk dəfə 8-ci əsrdə Frank kralı Pipin təsdiq etdi. O vaxtlar Pipin Romanı və bir neçə mərkəzi İtaliya vilayətlərini Papa II. Stefana hədiyyə etdi. Lakin 1870-ci ildə İtalyan krallığın qoşunları Romanı ələ keçirtdilər və Papanı hakimiyyətdən uzaqlaşdırdılar. İtaliya hökuməti ilə müqəddəs prestolla olan bu konflikt düz 1929-cu ilə qədər davam etdi. Və o il imzalanan sazişlərə görə Vatikan müstəqil dövlət elan edildi. Bugünkü sərhədlərində. Bütün başqa torpaqlarından isə imtina etməli oldu. Əvəzində isə İtaliya dövləti Vatikandan nəinki heç bir vergi tutmamağa, hətta ona hər il kompensasiya verməyə boyun oldu. Amma bir məsələdə sonralar düzəlişlər edildi. Əgər 29-cu ilin müqaviləsinə əsasən İtaliyanın dövlət dini kimi katolisizm qəbul edilirdisə, 1984-cü ildə yeni sazişdə hər bir İtaliyalı öz dini seçimində azad və müstəqil elan olunurdu. İtalyanların 90% katolikdir. Özü də bu 90%-nin 1/3 hissəsi səliqə və intizamla bütün kilsə tədbirlərində iştirak edir. Lakin dini azadlıq yalnız İtaliya dövlətinə aiddir. Vatikan dövlətinin vətəndaşları isə mütləq qaydada dindar katolik olmalıdırlar. Vatikan öz daxili həyatında ümumiyyətlə çox sərt siyasət aparır. Hər bir işçi, süpürgəçidən tutmuş, çox rəngarəng libaslara geyinmiş qvardiyaçılara qədər hamı yazılı surətdə Papaya sədaqətini təsdiqləyir və bütün kilsə qanunlarına tabe olmağına zəmanət verir. Nə boşanmağa ixtiyarı var, nə abort etməyə. Restiamo sempre così, ancora insieme. Vatikan dövlətinin tacı müqəddəs Pyotr kilsəsidir. Bazilika San Pietro. Bazilika məzar üstündə tikilib. Müqəddəs apostol Pyotr burada torpağa tapşırılmışdı. Qədim zamanlarda 1-ci əsrdə Neron burada gözəl bir park saldı.
və həmin parkda çox xaçpərəstləri edam etdi. Onların sırasında isə ən məşhuru apostol Pötr idi. Ona görə də Vatikan bazilika tikmək qərarına gələndə yer haqqında çox düşünmədi. San Pietro bazilikasının möhtəşəmliyi həqiqətən də adamı heyran edir. Rafael, Michelangelo bu möhtəşəmliyi yaratmağa onlar da cəlb olunmuşdular. San Pietro kilsəsi bugün dünyanın ən zəngin muzey komplekslərindən biri sayılır. Giotto, Caravaggio, Van Dyck, Rubens, Titian, Botticelli, Perugino onların əsərləri bu unudulmaz sarayın ən qiymətli eksponatları hesab olunurlar. Vatikana daxil olmaq üçün xaçpərəst olmaq vacib deyil. Bu sarıdan xristian dini çox demokratikdir. Sadəcə gərək geyim tərzin keşişlərin tələblərinə cavab versin. Açıq çiyin, mini yubka, dərin dekolte. Bu haqda növbənin əvvəlində xüsusi lövhələr xəbərdarlıq edirlər. Lakin bu tələblər Roma qonaqlarını dayandırmır. Hər il milyonlarla turistlər San Pietro möhtəşəmliyini görmək üçün uzun növbələrə düzülürlər. Vatikan ərazisini İtaliya polisi qoruyur. Özü də Papa evinin ekologiyasını pozmamaq üçün elektromobillərlə. Lakin onlar yalnız San Pietro bazilikasının ətraflarına nəzarət edirlər. Bazilikanın özünü isə Vatikan qvardiyası mühafizə edir. Qədim hərbi forma geyinmiş qvardiyaçılar öz vəzifələrinin icrasına çox ciddi yanaşırlar. Dərvazı açmaq, turistləri nizam-intizama çağırmaq, bunların hamısı qvardiyaçıların işidir. Vatikan dövlətinin çox zəngin olmağına baxmayaraq gözü doymur. Görünür, bu xüsusiyyət yalnız insanlara yox, dinlərə də aiddir. Daha doğrusu, bu dinləri özəlləşdirən din xadimlərinə. Yox, Vatikan hər addım nəzir qutusu qoyub, axşam vuruçkanı evinə aparmır. İtalyan sayağı incə zövqlü olduğundan o daha nəcib və sivil üsullara əl atır. Vatikan poçtunda həm atkırtka almaq olar, həm də marka. Və sonra o markanı atkırtkaya yapışdırıb ömürlük xatirə suveniri qazanmaq. Mən də aldım atkırtkadan və fərəh hissi ilə deməliyəm. Azərbaycan poçtu bu atkırtkanı sağ-salamat oralar.az saytına çatdırdı. Qoy bu atkırtka xaçpərəst dünyasından müsəlman dünyasına təhqiramiz ifadələr yox, sülh, xeyirxahlıq və əmin-amanlıq aparsın. Nə fərqi var sinəndə nə gəzdirirsən? Xaç yoxsa İslam atributikası? Əsas odur ki, Allah ürəyində olsun. İstəyirsən papa ol, istəyirsən mama. Vatikan mövzusu yalnız papanı zənginləşdirmir. Ölkə sərhədlərini tərk edən kimi suvenir butqaları müxtəlif biabırçılıqları təklif edirlər. Kalendar, maqnit, çaşka, papanın simasını elə istismar edirlər ki, ona rəhm etməyə başlayırsan. Rəhm ümumiyyətlə Romada tez-tez lazım olan hissdir. Çünki turistlərdən pul qabartma biznesi məsələ ürəkləri körlətmə prinsipi üstündə qurulub. Vatikan ətraflarının dar küçələrinə çıxan kimi immiqrantların ixtiyarına keçirsən. Gənclərdən tutmuş yaşlılara qədər. Balaca küçə kafesində bir stəkan çay içmək üçün əyləşən kimi total hücumlara məruz qaldım. Əvvəlcə gənc qaçqın mənə müraciət etdi. Həm pul verdim, həm konfet. Səfərlərə çıxanda həmişə özümlə xoşladığım konfetlərdən aparıram. Sonra isə Avtandil müəllimin pərəstişkarı öz ifasını mənə təqdim etdi. Amma Avtandil müəllimdən fərqli olaraq o öz sənətini xalqa təmənnasız bəxş etməkdən boyun qaçırtdı. Pulumu ver, dedi. Xırda yoxdur, get kafede xırdala. Yoxsa əl çəkən deyiləm. Nə edim? Məcbur olub pulu xırdalatdım. İtalyanlarla bizlərin oxşarlığını dəfələrlə vurğulamışdım. Çünki İtaliyanı və ələxüsus Romanı dolanarkən bu oxşarlıqlarla tez-tez rastlaşırsan. Avropada, məsələn Almaniyada, İngiltərədə, Avstriyada və yaxud Fransada yolu keçəndə tam arxayınsan ki, sürücü səni buraxacaq. Heç sağa-sola baxmağa ehtiyac yoxdur. Səkidən ayağını yola qoyan kimi küçənin ağası olursan. Romada isə məhəttəl qalırdım.
Məsələn, Vatikanın qabağında yolu keçmək üçün ağbirçəyin cəsarətliyi olmasaydı, çox gözləməli olacaqdım. Yox, əlbəttə bütövlükdə italyanlar çox nəzakətli və alicənabdılar. Sadəcə bizlər kimi yol qaydalarının pozulmasına bir qədər fəlsəfə ilə yanaşırlar. Qaydadır da, bugün mən pozaram, sabah sən pozarsan. Sanki müqavilə bağlayıblar. Başqa oxşarlıqlar da var. Əgər yuxarıda sadaladığım ölkələrin nənə-babaları öz nənə-baba borclarını yalnız bazar və bayram günləri verirlərsə, İtalyan nənə-babaları biz öyrəşdiyimiz nənə-babalardandır. Axşam olanda gedib bağçadan götürmək, gəzməyə aparmaq, oyun oynamaq, nağıl danışmaq, ailə anlayışı İtaliyada müqəddəsdir. İtaliya kəndlərində bu günə qədər bir neçə nəsil bir evdə yaşayır və yaxud bir yerdə yaşamasalar da tez-tez yığışırlar. Bacılar, qardaşlar, uşaqlar, nəvələr. Təsadüfi deyil ki, mafiya anlayışının kökündə ailə sözü durur. Oxşarlıqlarla yanaşı Romada fərqliliklərə də rast gəlirsən. İtaliyada ümumiyyətlə köklərə hörmət yüksək səviyyədədir. Romada isə tarixin qorunmasını qabarıq şəkildə görürsən. Romanın mərkəzində müasir hündür mərtəbəli bina yoxdur. Bu qətiyyən mümkün olan bir şey deyil. Nəinki yeni bina, köhnələri də elə saxlayırlar ki, həsəd aparırsan. Təsəvvür edin, Romanın çox isti yayına baxmayaraq evlərin divarlarını kondisionerlərlə pozmaq olmaz. Pulun var, elə kondisioner quraşdır ki, çöldən görsənməsin. Yoxdur, istidən biş. Bu səbəbdən də Roma otellərində yer sifariş edəndə mütləq maraqlanın. Otaqların kondisioneri var ya yox. Amma ən yaxşısı odur ki, yay aylarında Romaya getməyəsiz. Romanın vaxtı bahar və payızdır. Romanın ən populyar turist yerlərindən biri də məşhur Trevi fəqvarəsidir. Fontana di Trevi. Nicola Salvi adlı memar bu fontanı 1632-ci ildə tikmişdir. Bugün fəqvarə Romanın ən böyük fontanı hesab olunur və turistlər bu əbədi şəhərə səfər edəndə gündəliklərinə Trevi fontanını da salırlar. Azadlıq abu-havası, möhtəşəm Palazzo Poli, yəni Poli sarayı və bu saraya bitişik olan Fontana di Trevi. Və ənənəvi olaraq bu gözəlliyi pozan küçə alverçiləri. Amma əgər gəlmə köçmə tacirlər yenə də zorla öz güllərini turistlərə satmaq istəyirlərsə, şabalıd satan İtalyanlı heç kimi qolundan dartmır. Qəbələ köklərin onsuz da səni onun yanına aparacaq. Romada küçə alveri ümumiyyətlə çox dəbdədir. Açığı, mən buna təəccüblənirdim. Daha doğrusu, alverin özünə yox, satılan mallara. Müəllif hüquqlarının pozulması ilə fəal mübarizə aparan İtaliya hökuməti küçə alverinə dırnaqarası baxır. Gianfranco Ferré, Gucci, məşhur markalı çantaları Roma küçələrində səpələnmiş görürsən. Roma kafeləri kimi. Romada o qədər restoran kafe var ki, gözlər qamaşır. Evlərin altında olmaqları azmış. Via Veneta küçəsində yüngül konstruksiyalı restoranları düz səkinin üstündə quraşdırırlar. Via Veneta Romanın ən bahalı küçəsidir. Burada yalnız 5 ulduzlu otellər, yalnız möhtəşəm dükanlar, yalnız prestijli mənzillər yerləşir. Via Veneta küçəsində Fiat filan satılmır. Bu küçənin sahibləri Ferrari və Maserati avtomobilləridir. Fərqli avtomobillər. Fərqli avtomobillər və fərqli yanğın doldurma stansiyaları. Düz yolun qırağında balaca 2-3 kalankalı zapravkalar şəhərdə az deyil. Şəhər içi stansiyalara Avropada tez-tez rast gəlirsən. Amma Romanın belə kompakt stansiyaları mənə qəribə görsəndi. Bəs təhlükəsizlik? Ya Avropalılar kimi özlərini arxaydılar, ya Azərilər kimi əhlikefdilər. Ona görə Romada bir müddət qaldıqdan sonra artıq heç nəyə təəccüblənmirsən. Və yol soruşduğun xanım sənə istiqaməti düzgün göstərməyəndə anlayırsan. Kişini aldatmaq arzusu hər bir qadının qəlbində toxunulmaz yer tutur. Salamat qalın.